Azərbaycanda bağışlanan xalçalar evimi bəzəyir. Amitabh Bachchan 40 il əvvəl Bakıya niyə gəlib? Məşhur aktyor illər əvvəl Bakıda olub və bu barədə memuarlarında qeyd edib. Amitabh Bachchan 1986-cı ildə Daşkənddə keçirilən beynəlxalq kino festivalına qatılıb. Festivalın qaydalarına görə nümayiş olunan filmlərdən bir neçəsi Bakıya gətirildi. Amitabh Bachchan da öz filmini təqdim etmək üçün oğlu Abhishek və qızı Shweta ilə Bakıya səfər edib. Bachchanı Bakıda o zaman Azərbaycan Kinematografiya Komitəsinin sədri Azad Şərifov qarşılayıb. Komitədə keçən görüşdə Azərbaycan kinosunun ən yaxşı aktyorları ilə Bachchanın fikir mübadiləsi və görüşü olub. Aktyor oğlu ilə birlikdə Bakını gəzib. Ona şəhərin qədim abidələrini, içəri şəhərlə tanış ediblər. Məşhur aktyor Suraxanıdakı Ateşgaha da baş çəkib. Bachchan 2012-ci ildə özünün internet gündəliyində Sovet İttifaqı ilə bağlı səfər xatirələrini yazarkən Bakıya gəlişi barədə də qeydlər edib. Bakıya səfərimdə Ateşgaha ziyarətini yaxşı xatırlayıram. Məbəddəki divarlarda qədim Hind dövrünə aid yazılar məni çox heyrətləndirmişdi. Azərbaycanda xalça sənətkarlığının yüksək səviyyəsinin şahidi oldum. Bakıda mənə bağışlanan zərif və gözəl xalçalar bugün də evimi bəzəyir. Amitabh Bachchan yazıb. Bachchan kino aktyorlarımız Leyla Bədirbəyli, Həsən Məmmədov və bir çoxları ilə görüşüb xeyli söhbət edib. Amitabh Bachchanın Bakıda olması xəbəri şəhərə ildırım sürəti ilə yayılır. Onu görmək istəyən yüzlərlə gənc şəhərə axışıb. Lakin çox az bir qismə Bachchanla şəxsən görüşüb avtoqraf almaq nəsib olub.